Hər vaxtınız xeyir əziz izləyicilər. Qısa başlıq ilə qarşınızdayım. Son günlər sosial şəbəkələrdə belə bir məlumat dolaşır ki, bəs yanvar ayının 1-dən maaşlar azalır, maaşlardan əlavə pul tutulacaq, əlavə olaraq 14% vergi ödəyəcəyik. Bəs bu nə dərəcədə doğru bir informasiyadır? Bəli, 2026-cı ilin yanvarın 1-dən etibarən gəlir vergisinə tətbiq olunan güzəştli müddəti başa çatır. Söhbət sırf özəl sektorda çalışanların əmək haqqlarından gedir. Dövlət sektorunda, eləcə də neft sektorunda çalışanların əmək haqqlarından onsuz da 14 və 25% vergi tutulurdu. Amma son 7 ildə özəl sektorda çalışanlar bu vergidən azad idi. Düzdür, hələlik güzəşt müddətinin uzadılıb-uzadılmayacağı barədə rəsmi açıqlama verilməyib. Amma iqtisadçı ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında güzəştin uzadılmayacağı fikrində olduğunu qeyd edib. Ekspert bunu 2026-cı ildə dövlət büdcəsi gəlirlərinin cari ilə müqayisədə təqribən 29% çox olması ilə əsaslandırır. Millət vəkili Vüqar Bayramov yerli media açıqlamasında isə vergi güzəşti ilə bağlı məsələyə Milli Məclisin payız sessiyasında aydınlıq gətiriləcəyini deyir. Son sözlərinə görə güzəşt müddətinin uzadılması daha məqsədə uyğun olardı. Amma əgər vergi müddəti uzadılmasa, daha aşağı faizlər tətbiq olunmasının və mərhələli şəkildə artımlara gedilməsinin tərəfdarı olduqlarını bildirib. Bax belə izləyicilər, belə çıxır ki, yaxın müddət ərzində bu məsələyə də aydınlıq gətiriləcək. Bəs siz güzəşt müddətinin uzadılıb-uzadılmayacağı barədə nə düşünürsünüz? Fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz. Bundan başqa mənim səhifəmə abunə olmağı, bu məlumatın daha çox insana çatması üçün isə videonu bəyənib paylaşmağınızı sizdən xahiş edirəm.